Yəqin ki, bu loqo çoxunuza tanış gəlir. Bəli, bu paylaşımda sizi Parisdə yerləşən Disney ilə tanış edəcəm. Disney Parisin 31 kilometr uzaqlığındadır. Gedək görək başımıza nə gəlir. 1992-ci ildə tikilən Disneyland Avropanın ən məşhur parklarından biridir. Bura Disneylandın girişidir. Mən çox maraqlı gəldi. Nəyə görə qızlar maraqlı yerlər görəndə əllərini belə-belə edir? Parkın girişi 105 eurodur. Yəni bu ödənişi etdikdən sonra içəridə gördüyünüz bütün atraksiyonlardan istifadə edə bilərsiniz. Və bu gördüyünüz qala isə həmin o Disneylandın məşhur loqosu. Gəlin girək görək nə var, nə yox içində. Bura qalanın ikinci mərtəbəsidir. Bura isə qalanın eyvanıdır. Dayanmışıq parka baxırıq buradan. İndi isə gəlin gedək sizi atraksiyonlarla tanış edim. Disneylandda 50-dən çox atraksiyon var. Lakin hamısına bir gündə minmək imkansız bir şeydir. Çünki hər birində 50 dəqiqə sıra gözləyirsən. Çünki insanların sayı çox olur. Parkda ən məşhur atraksiyon məncə Karib quldurlarıdır. Çünki burada özəl bir yer ayrıldılar. İçəri daxil olduqdan sonra qayıq ilə tur edirik. Bu əslində bildiyiniz qayıq deyil, yəni aşağıdan dəmir yol xətti ilə hərəkət edir. Burada isə filmin məşhur baş qəhrəmanı Jack Sparrow oturub. Təbii ki, bunların hamısı kukladır. Heç biri canlı deyil. Bəzədilmiş quldur gemləri və teatr səhnələri görmək mümkündür. Atraksiyonların çoxunu göstərə bilməyəcəm çünki vaxt olmur. Ən məşhur iki dənəsi var, biri də buradır. Hyperspace Mountain. Bura minməyə çox peşman oldum çünki buranın ən qorxulu atraksiyonlarından biridir. Girişində ürək xəstələri üçün xəbərdarlıq da qoyulub. Görün başıma nə oyun gəldi. Var yox nə lənət bir anlıq ürəyim dayanacaq dedim. Sağ çıxdığımıza görə video hələ də davam edir. Bu parkda olanda insan özünü cizgi filmin içində hiss edir. Parkın hər yerində musiqi səsləri gəlir. Bu parkda hər gün saat 4-də Disney paradı keçirilir. Bütün Disney cizgi film xarakterləri paraddan keçir və rəqs edir. Bax, bu da Cinderella, Cinderella. Gördüyünüz bu şou təxmini 2 saat davam edir. Axşam 10-da isə illüziya şoular olur. Həqiqətən qəşəng qızdır amma. Gözəlliyə bax. Bu şirkətin qoyucusu Walt Disney qardaşı ilə birlikdə bu şirkəti qurub. Mickey Mouse, Donald Duck kimi obrazları yaradıb. 1955-ci ildə isə Amerikada ilk Disneyland parkını açıb. Bugün isə Disney dünyanın ən böyük əyləncə şirkətlərindən biridir. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti ölkə vloglar üçün səhifəmizi izləməyi unutmayın.